Salam əziz şagirdlər, bugün çiçəyin quruluşu mövzusunun izahına baxırıq. Deməli, yadımıza saxlayırıq ki, çiçək şəklini dəyişmiş zoğdur və maksimum 6 hissədən ibarətdir. 6 hissə dedikdə nə nəzərdə tutulur? Çiçək saplağı, çiçək yatağı, kasacıq yarpaqları, ləçək yarpaqları, elçəklər və dişiciklər. Əgər sizdən soruşulsa ki, əsas üzv deyəndə də elçəkçi və dişicik olaraq götürürsünüz. Demək, gəlin ayrı-ayrılıqda bunların funksiyasına baxır. Birinci deyirik kəsə yarpaqları. Kəsə yarpaqları yadımıza saxlayırıq ki, adətən yaşıl və qonur rəngli olur və bunun əsas funksiyası çiçək qönçəsini qorumaqdır. Ləçək yarpaqları dedikdə isə ləçək yarpaqları rəngarəng əlavən olur və tozlanmaya kömək edir, yəni ki, həşəratları cəlb edir. Daha sonra isə çiçək saplağı. Çiçək saplağı isə çiçəyi gövdəyə birləşdirir, ona dayaq olur və çiçək saplağının genişlənmiş hissəsi çiçək yatağını əmələ gətirir və çiçəyin hissələri çiçək yatağının üzərində deməli yerləşir. Yadımıza saxlayırıq ki, uşaqlar, kasacıq və ləçək bir yerdə çiçək yanlığını deməli əmələ gətirir. Çiçək yanlığına görə biz bitkiləri bölürük 3 hissəyə. 2 qat çiçək yanlıqlı, sadə çiçək yanlıqlı və qeyri-tam çiçək yanlıqlı çiçəklərə, qeyri-tam çiçəklərə bölürük. Deməli, aralarındakı fərq nədir? Əgər ki, çiçəkdə həm kasacıq, həm ləçək hər biri varsa, bu 2 qat çiçək yanlığıdır. Əgər ki, çiçəkdə kasa və ləçək yarpağı yoxdursa, yerində sadəcə sadə yarpaqcıqlar varsa, biz bu çiçəklərə sadə çiçək yanlıqlı bitkilər deyirik. Hansı ki, biz buna hansı bitkilərə aid edə bilərik? Dağ laləsi, inci çiçəyi, taxıllar və s. Qeyri-tam çiçəklərdə isə ümumiyyətlə çiçək yanlığı olmur. Çiçək yanlığı olmur. Hansı ki, biz bunlara hansı bitkilərə aid edirik? Qovaq, qoz, fındıq, söyüd bunlara aid edə bilərsiniz. İndi isə gəlin erkəkçi və dişiciyə baxaq. Deməli, uşaqlar, erkəkciklər ibarətdir tozluqdan və saplaqdan. Tozluq adətən 2 paylıdır və içərisində tozcuq kisəsi olur və onların da içərisində tozcuqlar yerləşir ki, yetişmiş tozcuqlar da deməli erkək cinsi hüceyrələrə malikdir. Saplaq isə nə edir? Saplağın üzərində tozluq yerləşir, yəni tozluğu saxlayır, həmçində tozcuqların yayılmasına şərait yaradır. Gəlirik dişicik. Dişicik 3 hissədən ibarətdir. Dişicik ağızcığından, sütunundan və yumurtalıqdan. Ağızcıq xüsusi yapışqanlı və şəkərli maddə ifraz edir ki, bu tozcuğu tutur və onun cücərməsi üçün imkan yaradır. Sütuncuq isə gördüyünüz kimi nazik uzundur. Burada tozcuqdan inkişaf edən tozcuq borusu yumurtalığa doğru istiqamətləndirir. Yumurtalıq isə dişiciyin aşağı, yəni genişlənmiş hissəsidir. Yumurtalığın da içərisində yumurtacıq yerləşir. İndi uşaqlar, yəqin ki, eşitmişik bir toxumlu və çox toxumlu anlayışlarını. Bu nədən asılıdır? Deməli, əgər ki, dişiciyin içərisində yumurtalıq olur, bilirik. Yumurtalığın içərisində yumurtacıq sayı bir-birinə bərabərdirsə, biz onda bir toxumlu bitkilər adlandırırıq. Əgər ki, dişicinin içərisində yumurtalığın sayı yumurtacığın sayından azdırsa, yəni yumurtacıq içərisində çoxdursa, onda mən buna nə deyirəm? Çox toxumlu adlandırıram. Yadımızda saxlayırıq. Əlavə olaraq da sizə bir şey deyim ki, yadınızda saxlayırsınız. Kasa yarpaqları, ləçəklər, erkəkcik və dişicik. Bunlar yadınızda saxlayırsınız ki, yarpaq mənşəlidir uşaqlar. Yarpaq mənşəlidir. Amma deməli çiçək belə deyək də yatağı və saplağı, çiçək yatağı və saplağı isə nədir? Gövdə mənşəlidir. Yadımızda saxlayaq. Bugünkü izahımız bu qədər. İnşallah ki, bu mövzu izahımız sizin üçün faydalı olacaq. Gələn mövzu izahlarında görüşənədək.